Naxçıvanda ayı ata və oğula hücum edib. Doğru Xəbər Azərbaycan reporta istinadən xəbər verir ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb. Belə ki, Payız kənd sakini 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağoğlu və onun övladı ayının hücumuna məruz qalıblar. Hadisə nəticəsində Məmmədov müxtəlif bədən xəsarətləri alıb, o Naxçıvan Muxtar Respublikası xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma tədbirlərinə başlanılıb. Göygöl rayonunda isə 2 piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Belə ki, 1952-ci il təvəllüdlü Nurəddin Mirzəyev və onun həyat yoldaşı eyni təvəllüdlü Urzat Mehdiyevanı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki zərər çəkən xəstəxanaya çatdırılıb, onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.